ümumiyyətlə Quranı mütləq və mütləq özünüz də oxumalısınız. Ki mən məsəl üçün Qurandan bəzi ayələri gətirəndə siz artıq xəbərdar olasınız ki, mövzu nədən gedir? Hansı ayələrdən gedir? Bugün Qurandan xəbərsiz olanlar özlərini əgər müsəlman adlandırırlarsa və Qurandan xəbərsizdirlərsə, buna mən söz tapa bilmirəm. Yəni ki, müsəlman olasan, Allahın dinində olasan, amma Allahın sənə nazil etdiyi məktubu oxumayasan, bundan xəbərsiz olasan, buna artıq heç bir nə don giyindirmək olar, nə bəhanə gətirmək olar, nə heç bir şey yoxdur bunun bəhanəsi. İndi deməyim odur ki, Quranı mütləq özünüz də oxuyun başdan ayağa, bitirəndən sonra yenidən başlayın oxumağa və Quranı hər zaman oxumağa çalışın. Yəni ki, Quranı bir dəfə oxudum, ya iki dəfə oxumuşam, üç dəfə oxumuşam deməklə Quranı bilmək mümkün deyil. Çünki bunun adı, bu Quranın adı bir adı zikirdir, yəni ki, xatırlatma. İnsan gəlir daim bu Quranı oxuyub və xatırlasın. İndi mövzumuz münafiqlər barəsində olacaq. Ki, Quranda bir çox ayələr var bu barədə, münafiqlərin barəsində ki, münafiqlər, yəni mövzusunu oturub indi durub açıb danışsaq, geniş açsaq, bizə çox vaxt lazımdır ki, biz o haqda danışaq. Ona görə də mən sadəcə bir hissəsini danışıram ki, bəzilərinin namazı ki, namaz qılanda tənbəllik hiss edirlər özlərində. Bu tənbəllik nədəndir? Niyə hiss edirlər? Mən onu açıqlamaq istəyirəm bu gün. İndi inşallah ki, gələcək mövzularda yəqin ki, keçid olacaq orada, burada. Yəni bu Quran elə bir kitabdır ki, sadəcə münafiqlər barəsində bir yerə yığılsın. Məsəl üçün, müsəlmanlar barəsində bir tərəfə yığılsın. Bizim ağlımızca olsaydı, biz məsəl üçün bu kitabı yazsaydıq, biz necə yazardıq? Məsəl üçün, münafiq bütün temaları, mövzuları bir araya yığardıq. Ondan sonra İbrahim Peyğəmbər haqqında olan mövzuları bir araya yığardıq. Musa haqqında bir araya, nə bilim, zəkat haqqında bir araya yığardıq. Namaz haqqında bütün namaza aid olan mövzuları gətirərdik, bir araya yığardıq. Amma ki, Allah elə eləmir. Allah hansı surəni ki, nazil edib, onun içində bir də görürsən münafiqlərdən söhbət açır, bir də görürsən namazdan, bir də görürsən zəkatdan. Yəni, bu xatırlatma bir kitabdır. Sadəcə burada xatırlayıb, qeyri yerdə xatırlamayım, ehtiyac yoxdur deməməlisən. Görürsən ki, məsəl üçün, mövzu gedib, birdən rast ortadan bir dənə namaz haqqında mövzu çıxa bilər. Və o əlaqəli deyil sənin oxuduğun o surəyə, o mövzuya, o ayələrə. İndi, keçək mövzumuza, münafiqlərin niyə tənbəl-tənbəl namaz qılmaları, səbəb nədir? Yəni ki, burada Allah buyurur ki, münafiqlər Allah'ı aldatmağa çalışırlar. Halbuki o onları aldadar. Namaza durduqları zaman tənbəlliklə qalxarlar. Tənbəl namaz qılarlar. Özlərini insanlara nə edərlər? Göstərərlər. Yəni göstəriş üçün. Özlərini göstərmək üçün. Yəni mən də namaz qılanam, mən də dindəyəm. Buna görə. Və Allah'ı olduqca az zikr edərlər. Mən sizə inandırım ki, bu hər ayənin üstündə bəlkə bir 3 saat danışmaq olar, bunu açıqlamaq olar ki, məsəl üçün götürək ki, Allah'ı olduqca az zikr edərlər. Zikri ümumiyyətlə biz danışmalıyıq ki, zikr nədir? Və Allah olduqca az zikr edərlər deyəndə neyi nəzərdə tutur? Zikr özü nə deməkdir? Və onlar az zikr edərlər nə deməkdir? Bunu bu haqda da ayrı gərək mövzu eləyəsən ki, çatdıra biləsən, yerləşdirə biləsən bütün bu mövzunu. İndi, münafiqlərin namazı niyə tənbəl olur? Niyə onlar sevinərək, istəyərək belə gəlmirlər? Məsəl üçün, bir adamla görüşə getsən, əgər o adam səni sevdiyin adamdırsa, deyək ki, o adamla görüşə gedəndə sən sevə-sevə, sevinərək, xoş bir halla, sevgi ilə, sevinç hissi ilə gedib o adamla görüşərsən. Amma Allahla niyə? Sən deyəndə, yəni münafiqlər görüşəndə, görüşməyə gedəndə ki, namaz, Quranda namaz sözü yoxdur. Namaz deyil, əslində o salat sözüdür. Salat da sözü silə sözündən götürülür ki, o ərəblərdə bir şeylə sivəs yaratmaq, ya əlaqə yaratmaq. Əlaqə deməkdir. Rabitə, əlaqə yaratmaq deməkdir. İndi biz namaza gələndə Allahla nə edirik? Əlaqə yaradırıq. Yəni, oyla danışırıq, əlaqə yaradırıq. İndi, burada gəlin belə bir, mən hər bir şey çalışıram ki, misallarla gətirim hər hansı bir mövzunu ki, aydın olsun, başa düşülsün deyə ki, burada nəyi demək istədiyimi tam çatdıra bilim deyə mən məcburam ki, bəzi misalları gətirim ki, o misallarla daha aydın olsun insanlara. Deməli,
Belə bir fərz eləyək ki, tutalım ki, mən çıxıram küçəyə, görürəm ki, qonşu bir maşın daş töküb qapıya. Deyir ki, görür məni, görüşürük və deyir mənə ki, gəl bir daha bu kömək elə mənə, bu daşları bir dənə evə daşıyıq. Deyirəm, yaxşı. Gəlirəm, daşı götürürəm, yavaş-yavaş başlayırıq daşımağa. Hər daşı götürəndə kubiki əlimə, gedəndə bu yolu həyətə girəndə, daşı qoyanda, indi bunu daşla işləyənlər daha gözəl bilir ki, mən nə demək istəyirəm. Bu əziyyəti çəkə, sıxıla, hər daşı götürüb, gedirəm, qoyuram, qayıdıram. Götürürəm, aparırıq həyətə boşaltmağa, qoyuruq, qaydırıq. İndi 1 saat, 2 saatın içində bu daşı biz neynədik? Boşaltdıq, yüklədik. İndi qutarandan sonra gəldim evə, arğın, yorğun, bütün bədən ağrıyır, bütün yorulmuşam və ikinci sabahsı günü yenə bayıra çıxanda gördüm ki, yenə qonşunun bir maşın daşı töküb və deyir ki, qonşu bir gün də kömək eləyərsən mənə. Deyirsən ki, eləyərəm, niyə eləmirəm? Atqaz eləyə bilmirsən ona və deyirsən ki, yaxşı, kömək eləyərəm. Bir də başlayırsan oyna, o daşı götürürsən, sıxıla, deyirsən, vay, mən bayıra niyə çıxdım? Tezdən başlayırsan o daşları daşımağa. Bir təhər zor, onu da daşıyıb qutarırsan. İndi onu daşıyıb qutarandan sonra nə olur? Gəlib girirsən evə, deyirsən ki, aman Allah, öldüm, nə oldu? Bu qonşu mənə görür, daş dökür oraya, mənə çağırır, gəl kömək elə. Mən də işdən gəlirəm, hardan gəlirəm, yorğun. Gəlirəm, başlayıram bu daşı daşımağa. Əziyyət çəkirəm. İndi tapşırıram ki, qutardı yerə, mən daha yoxam. Birdən mənə zəng eləsə, birdən məni soruşsa, birdən məni çağırsa, nə bilim, nə olsa, mən yoxam. Telefonumu da söndürürəm ki, birdən zəng eləyər mənə, deyilsin ona ki, telefon ya söndürülüb, ya yesi öldürülüb, axır ki, yoxdur. Tapa bilməsin məni, bu daş bəlasına bir də düşünüyorum. Və başlayıram qaçmağa. İndi təsvir ediyorum başqa bir tərəfdən baxaq buna. Çünki mənim bu daşı daşımaqda heç bir mənfəətim, heç bir mənfəət görmürəm, bir mənfəətim yoxdur. İndi bu dəfə elə bil ki, mən çıxıram bayrağa, bu dəfə deyir. Görürəm ki, qonşu mənə deyir ki, bir nəfər var, bir maşın daş töküb, 2 maşın daş töküb, 1 maşın, 2 maşın daş töküb. Yaxşı pulludur da, imkanı güclüdür. Məsəl üçün, deyək ki, bu hər maşına, nə deyim summa, məsəl üçün, deyək ki, 5.000 manat verir, 10.000 manat verir. Deyirəm, nə danışırsan sən, gəl gedək götürək daşıyaq bunu. Gəlirik, başlayırıq daşımağa, sevinirəm ki, nə yaxşı, 2 maşın daşdır, 10.000 ona, 10.000 mənə. Filan borcu verərəm, filan işimi görərəm, filan işlərimi həll eləyərəm deyib sevinə, hər daşı götürürəm, öpürəm, qoyuram alnıma, qaçıram həyətə. Qoyuram daşı tezdən bayıra, götürürəm, öpürəm, qoyuram alnıma, qaçıram. Çünki burada nə var? Burada mənfəət var. Bilirəm ki, işi qutarandan sonra mən pul alacağım buradan və hər hansı bir işimi edeyim, borcumu, planlarımı icra edəcəm. İndi daş işi qutardı, pulumu aldım, gəldim sevinə evə. Yorğunsan, yox, nə yorğun? Bu pula baxıram, bütün yorğunluğum gedir. İndi qonşuya da tapşırıram ki, bax, deyib, sənə yenə belə bir şey olsa çağırım, deyirəm, bəs mənə çağır, birdən çaşıb başqasına deyərsən, mütləq mənə çağır, məndən başqasına demə. Gəlirəm evə girirəm ki, birdən qonşu çağırar, yatmış olaram, telefon zəng çalar, nə bilim, görmərəm, bilmərəm, nəzarət eləyim, qonşuyu səslədi, çağırdı, dərhal mənə çağırına. Niyə? Çünki bilirəm ki, bu işimin əvəzində mənə nə olacaq? Mükafat, xeyir var. İndi həmin şeydir ki, bir müsəlman bir işi görəndə, məsəl üçün, səhər durur yuxudan, gedir, çıxır bayrağa, Allah üçün yaşayır, Allah üçün zəkat verir, Allah üçün həyat sürür. Bu müsəlman hər hansı bir şey eləsə, bir insan hər hansı bir şey eləsə, məsəl üçün görək ki, bir yetim, yesir, miskin, biri var, ona yardım deyim elədi, bir Allah yolda neysə bir şey elədi. Neynir həmin adam? Eləyib qutarandan sonra bu xeyr əməli. Gəlsən evə, namaz qılanda bilirsən ki, Allah səndən razı oldu bu işdə. Və o namazı sevinərək, elə bil ki, bir ödül alacaqsan Allahdan deyə, sevinə. Çünki bilirsən ki, onun mükafatı var və Allah səndən razı oldu bu hərəkətindən. Çünki özü əmr etmişdi bütün bu xeyr əməlləri etməyə. Sən bu işi hər hansı bir xeyr əməli görəndən sonra sevinə gəlib o namazda durursan, rahat namaz qılırsan və bilirsən ki, əlhamdülillah, Allah məndən bu namazı inşallah ki, qəbul edər. Çünki mənim filan əməlimə görə ola bilər ki, mənim günahımı bağışlasın və mənə mükafat versin. Amma münafiqlər isə çıxırlar bayrağa, zəkat vermirlər. Hər hansı bir ehtiyacı olan kəsi görəndə üz çevirib ondan qaçırlar. Ondan sonra münafiqlərin sifəti nədir? Yalan danışarlar.
xəyanətdir, eləyərlər. Ondan sonra verdikləri sözdür, heç vaxt əməl etməzlər, əhdlərini pozarlar. Odur ki, qurduqları, düşündükləri, bildikləri ancaq nədir? Plan qurum, kimisə alladım, kimisə fırladım, kimisə nə bilim torba tikeyim, kimisə neyniyim? Budur. Yəni onlar məsəl üçün Münafiqun surəsində, Münafiqlər surəsində Allah nə buyurur? Deyir ki, yarın baxaq görək nə deyir Allah o surədə. Deyir ki, münafiqlər sənə gəldikləri zaman dedilər. Nə dedilər? Şəhadət veririk ki, sən həqiqətən Allahın rəsulusan. Demək nə deyir? O dinsiz deyil, dindədir. Şəhadət veririk ki, sən həqiqətən Allahın rəsulusan. Və nə edir? Allah bilir ki, sən onun rəsulusan. Allah münafiqlərin də həqiqətən yalancı olduqlarında şahiddir. Onlar andlarını özlərinə sipər edib Allah yolundan döndərərlər. Həqiqətən onların gördükləri işlər necə də pisdir. Bu ona görədir ki, onlar inam etdilər, sonra isə nə oldular? Kafir oldular. İndi başqa ayələr var ki, Allah orada münafiqlərdən danışanda bir çox ayələr yenə dediyim kimi var. O ayələrdə də danışanda görürsən ki, münafiqlərin yalancı olduqlarını, ikiyüzlü olduqlarını, Allah deyir ki, sən onları danışıq tərzindən, sən onları siğmalarından tanıyarsan. Ondan sonra münafiqlərin elə bir sifətləri var ki, onlar deyir ki, nə tam dünyaya bağlıdırlar, nə tam ahirətə. İkisinin ortasında qalıblar. Nə tam bu tərəfə keçərlər, deyir Allah Quranda, nə tam bu tərəfə keçərlər. Ona görə də onlar deyir, həm bu dünyanı itirərlər, həm ahirəti itirərlər. İkisindən də olarlar. Nə buranı tam tuturlar, nə ahirəti tam tuturlar. Odur ki, Allah Quranda bizə nə öyrətdi, nə bildirdi? Bildirdi ki, münafiqlərin namazı nədir? Tənbəl-tənbəl. Çünki o bilir ki, onun yalan danışması, onun münafiq olması, o üzdə belə özünü göstərirsə, qıraqda isə tam başqa bir adamdır, içində isə tam başqa bir adamdır. O da çox gözəl bilir ki, Allah bunu bilir. Allah da bunu bildiyinə görə ki, bu elə deyil. O çox gözəl bilir ki, o namaz, Allah o namazına onun üzünə baxmır, o namazını qəbul eləmir. O onu çox gözəl bildiyinə görə ki, onun o mükafatı zaten yoxdur, zaten o istəyir 100 rükat namaz qılsın, onun namazı qəbul deyil, onun üzünə baxan yoxdur, onun mükafatı buna dair yoxdur. Çünki buradan belə eləyirsə, gəlir buradan bu işi görürsə, bir saatdan, yarım saatdan sonra tam başqa işi görür. Ona görə də Allah Quranda bizə buyurur ki, münafiqlərin nə olar? Namazları tənbəl-tənbəl